Sadə faizlə. Deməli, iki cür söhbət var da burada. Bir var sadə faiz, bir də var mürəkkəb faiz. Sadə faizdə söhbət nədir? Mürəkkəb faizdə söhbət nədir? Məsələn, əlində var 100 manat pul. Nə qədər? 100 manat. İki cür təklif var sənə. Birinci təklifdə deyir ki, sən pulu verəcəksən, hər il verdiyin pul 10% gəlir gətirəcək. Neçə faiz? Hər il verdiyin pul, yəni bu 100 manat 2 illik verəcəksən, təklif eləyən adam kimdirsə, indi bankdırsa, nədirsə deyir ki, verəcəksən və hər il sənə neçə faiz? 10% gəlir verəcək. Neçə illik? 2 ildən sonra sənin pulun nə olacaq uşaq? Bax, ilkin məbləğ 100 manatdır. 100-ün 10% nə eləyir? 100 vuraq 10 bölək 100 eləyir 10 manat. Düzdür? İkinci ildə yenə həmin məbləğ verdiyin pul ki var 100 manat. Onun 10%-ni tapacaqsın. Deməli, ikinci ildə yenə həmin sənin 100 manatın 10%-ni tapacaqlar, bölək 100 bərabərdir 10. Yəni, sənin 100 manatın üzərinə 2 dənə 10 gələcəklər. 10 plus 10. 2 ilin sonunda sənə 120 manat pul verəcəklər. Bu, sadə faizdir. Yəni, nə deməkdir? Sənin pulun hər il özü artır. Özü, yəni qoyulan məbləğ özü hər il eyni faiz qədər nə edir? Artır. Bunu hesablamaq üçün də, bunu əslində sadə şəkildə də hesablamaq olar. Sadə faizdə belədir ki, məsələn, 2 illik 10% ilə qoyanda 2 ildən sonra nəticədə 20% artmış olur. Hər il 10%, 10%, 10%, 2 ilə 20% eləyir. Bu sadə faizdə belədir. Mürəkkəb faizdə belə deyil, fərqlidir. Bunu hesablamaq üçün də düstur S bərabərdir, S0 vurulsun 1 plus %R üstündə N. S0 nədir? İlkin məbləğ. Yəni, qoyulan pul. R nədir? R neçə faizlə qoymusansa odur. N nədir? Bəs illərin və yaxud da ayların sayıdır. İndi illə qoymusansa il, ayla qoymusansa ay. Başa düşdük. Məsələn, bunun üçün hesablasaq, S0-ın yerinə qoyuram nə? 100 manat qoymuşdum, ilkin məbləğ. 1 plus 100-də neçə faizlə qoymuşdum? 10%. Düzdür. Üstündə neçə illik qoymuşdum? 2 illik. Bərabərdir. Nə olacaq? 100 vurulsun. 1 tam %10 eləyir, o da eləyir %110. Aha, burada səhv yazdığı deyəsən. R orada olmalıdır. Mürəkkəb faizin üstünü yazdım bura. Burada RN olacaq. Aydındır. Mürəkkəb faiz dedik, birdən birə keçdik. 100 vurulsun uşaqlar. 1 plus 100-də R 10'dur, N də 2'dir. Düzdür, bərabərdir. Olacaq 100 vurulsun 100'də %20 olur da. Bu da 1 tam %20. Düzgün olmayan kəsrə çevriləndə %120 olur. Buradan yüzlər ixtisar gedəndən sonra nə qalır? 120 qalır. Yəni son məbləğ nə oldu? 120 manat. Nəticə etibarilə sənin qoyduğun pul neçə manat artdı? 20 manat. 2 ilə 20% artdı. Amma mürəkkəb faizdə belə deyil. Mürəkkəb faizdə necədir? Mürəkkəb faizdə məbləği qoyursan, 1 ildən sonra yaranan məbləğ üzərinə gələn pulla bir yerdə o da faiz gətirir. Yəni, eyni məsələni bax, bu şəkildə yazıram. Sənin var məsələn yenə 100 manatın. Bank sənə nə təklif eləyir? Sənə deyir ki, sən pulu verirsən mənə 2 illik, hər il əvvəlki ilin 10%-ni hesablayıb üzərinə gətirirəm. Hər il əvvəlki ilin 10%-i qədər sənə nə verirəm? Gəlir verirəm. Yenə 10% verir. Amma bu səfər şərt başqadır. Bayaqları 10% gəlir verəndə deyirdi ki, hər il qoyduğum məbləğin 10%-ni verirəm sənə. Birinci nə vermisənsə mənə 10%-ni tapıb atıram üstünə. Amma indi deyir ki, elə eləmirəm. Hər il 10% hesablayıram, amma necə hesablayıram? Bir öncəki il neçə idisə onun 10%-ni tapıb gəlirəm üstünə. Yəni birinci ilin sonunda sənin pulun 100-ün 10%-ni tapırlar. 100 vuraq 10 bölək 100 eləyir 10 manat. Sənin pulun olur 100 plus 10 110 manat. Oldu. Aydındır. İkinci il isə artıq 100-ün 10%-in yox. Bu 110'un 10%'ni tapırlar. 110 vuraq 10 bölək 100. Olur nə qədər? 11. Sənin pulun üzərinə, bu 110'un üzərinə bu 11'i əlavə eləyirlər. Olur 121 manat.
Fikir ver, sadə faizlə eyni pulu eyni ilə qoyanda 120 manat çıxmışdı ortalığa. Mürəkkəb faizdə isə 121 manat. 1 manat artıq çıxdı. Nəyə görə? Çünki mürəkkəb faizdə hər il əvvəlki ilin başlanğıc məbləğin yox, ondan bir əvvəlki ilin faizini hesab. Məsələn 3 ilə qoysaydın, artıq bu 121-in 10%-ni tapıb gələcəydin üstünə. Başa düşdük? O qaydada. Sadə faizi düstursuz da rahat şəkildə həll eləmək olur. Çünki hər il eyni məbləğin eyni faizi olduğuna görə rahat şəkildə hesablaya bilirsən. Məsələn 3 illik 10% ilə qoyanda elə 30%-ni tap. 5 illik 20% ilə qoyanda elə 100% artır. 5-i 20-yə vuranda 100% artır. Sadə faizdə elədir, amma mürəkkəb faizdə elə deyil. Ona görə də mürəkkəb faizdə mütləq şəkildə düsturu əzbər bilmək lazımdır. Mürəkkəb faizin düsturu nətərdir? Son məbləğ bərabərdir. Başlanğıc məbləğ vurulsun. Bayaq əslində yazmışdım. 1 plus yüzdə R üstündə N. Yenə burada da N başlanğıc məbləğdir. R faizdir, N də illərin sayı. Elə bu çalışmamız üçün bunu hesablasaq nə olar? 100 vurulsun. 1 plus yüzdə faizimiz nə idi? 10. Üstündə il nə idi? 2. Bu da nə olacaq? 100 vurulsun. 1 tam yüzdə 10 olur. O da eləyir yüzdə 110. İxtisar eləyəndə olur 10-da 11. Bayaqki məsələdə da elə. Bunun kvadratı. 100 vurulsun nə olacaq bu da? Yüzdə kvadrata yüksəldəndə 121. Yüzlər ixtisar getsə cavab eləyəcək 121. Aydındır. Bunu bilmək mütləq şəkildə vacibdir. Bəzən burada çıxaq da görə bilərsiniz. Çıxaq görəndə nə olur? Bank rolunda sən çıxış eləyirsən. Elə bir ki, sənin pulun var, kiməsə pul verirsən. Sən kiməsə pul verəndə artıq sənin pulun azalır axı. Ona görə də pul səndən çıxdığına görə son məbləğ başlanğıc məbləğdən daha az olur. Məsələn, 50.000 pulun var sənin, kiməsə pul verirsənsə ay-bay, onda son məbləği hesablayanda avtomatik sən sonda pulun 50.000-dən az çıxmalıdır. Başa düşdük? Ona görə də 50.000 onu hesablayanda çıxaqla, məsələnin şərtinə fikir verəcəksən də orada. Bank rolunda sən çıxış eləsən, artıq çıxaqla hesab edəcəksən. Yəni, son məbləğ fikirləşsənsə ki, artıq azalacaq, səndən gedir pul, onda çıxaqla olacaq düsturun. Yox, sən alırsansa hardansa pul, avtomatik sənin pulun artmalı, deməli plusun olacaq. Başa düşdük? Onlara fikir verirsiniz. Yəni, burada qeyri-adi bir şey yoxdur. Sonra gəlir, faizdə nə qalmışdı başqa? Bir də məhlul söhbəti. Birinci məhlulun nə olduğunu başa düşmək lazımdır. Məhlulun nə olduğunu başa düşəndən sonra məhlul məsələlərinə girişmək olar. Məhlul əslində çox şey bir-birinə. Məsələn, dağlarda çıxarılan, qızıl yataqlarında çıxarılan filiz məsələn çıxardırlar, torpağı götürürlər, ölçürlər ki, məsələn deyirəm, 10 kilo torpağın tərkibində 1 qram qızıl var. Onunla müəyyən eləyir, miqdarını bilmirəm da, nə qədər olanda xərci borcunu deyir. Başa düşdük. Onunla müəyyən eləyirlər ki, məsələn, bu torpağı qazmağa dəyər, yoxsa yox. Başa düşdük. Müəyyən qədər götürürlər, yoxlayırlar. Sərf eləməsə qazmırlar. Çünki çıxardacaq. Əgər 10 kilo torpağa 1 qram qızıl çıxırsa, xərci borcunu ödəmirsə, orada işləməyin adı yoxdur. Orada qazanmaq əvəzinə itirəcəklər. Aydındır. O da məhlula aiddir. Əslində məhlul deyil, o da qarşım olduğuna görə məhlul məsələlərində elə şeylərə də baxırlar. Məhlul özü iminli nədir? Məhlul suda həll ola bilən hər hansı maddənin su ilə qarışığıdır. Bax, suda həll ola bilən hər hansı maddənin su ilə qarışığıdır. Yəni sən götürüb daşı atım suyun içinə qarışdırım, məhlul düzəltdim, daş məhlulu, elə şey yox. Məhlulu həll edəndən sonra maddə o suyun tərkibində görüşməməlidir. Elə bilməlisən, elə sudur. Məsələn, bu içki, araq. Başa düşdük, baxırsan, sudur. İçirsən, dəli olursan. Başa düşdük, nə oldu, mən su içmişdim, su deyir da. O tərkibində etil spirtidir, yoxsa nə spirtidir var. O birbaşa insanın sinirlərinə təsir edir. Keyləşdirir, təsir edir, budur. Keyləşdirir insanın düşüncə, qərar vermə qabiliyyəti, danışma. Salih deyəcək, deyir, s, axırda l. Orta yoxdur. Başa düşdük, elə bir ortanı da deyib, amma demib. Sənə deyirsən, nə oldu ma? Keyir da, aydındır. Ona görə də, bəli, içkidən uzaq durmaq lazımdır. İçirsən, fanta iç, kola iç. Heç onlar da məsləhətdir. Amma nisbətən də yenə də özü idarə edə bilirsən. Yaxşı. İndi, nə dedik? Məhlul suda həll ola bilən hər hansı maddənin su ilə qarışıqdır. Əsas məsələ məhlulun faizliliyi nədir? Məhlulun faizliliyi nədir? Məhlulun faizliliyi o deməkdir ki, məhlulun tərkibindəki maddə məhlulun ümumi çəkisinin neçə faizdir? Yəni, məsələn, məhlul düzəldirəm. Adi hər gün tezdən şirin çay içirsiniz də, yəqin ki. O özü bir məhluldur. Başa düşdük. Məsələn, Vaqif, yenə də Vaqifə gəlir söhbət. Vaqif şirin çay eləyəndə birbaşa pəsoğu şeyin içinə tökmür, qəhtanın içinə suyu tökür, qarışdırır, keçir başına. Tərsinə də onda. Tam şirin olsun, o effekti ala bilsin.
Vaqifin içdiyi məsələn şirin çay məhlulu 98% məhluldur. Yəni onun 98% şəkər tozudur, cəmi 2% sudur. Rüştü. Normalda tərsi normaldır. 5-6% şəkər tozu olmalıdır, qalan su. Bu məhv eləyir. Üstünə elə balı zad da qarışdırır ki, tam o kıvama gəlsin. İndi burada 2 dənə qab var. Birində var su, birində var şəkər tozu. Bildiyimiz pəsov. Aydındır. Bu da bir dənə qabdır. Götürəcəm, onların hərəsindən müəyyən qədər töküb burada bir məhlul yaradacağım. Şirin çay. Məsələn, bu deyək ki, bu olur 20 qram, 20 qram olmasın. Bax, bunu 40 qramı sudur, 10 qramı nədir uşaqlar? Şəkər tozu. Götürüb onu ayrı-ayrı qablayır, tökürəm bura. Burada olur 50 qram. Bu 50 qramın tərkibində su 40 qramdır. Nə qədər? 40 qram. Şəkər tozu nə qədərdir bəs? Şəkər tozu da 10 qram. Başa düşdük. Məhlul ümumi olaraq budur. Bu məhluldur. Məhlul. Məhlulun çəkisi nə qədərdir? 50 qram. Aydındır. Məhlulun faizliliyi deyəndə yenə də deyirəm. Bax, məhlulun tərkibindəki maddə şəkər tozudur, su deyil. Aydındır. Məhlulun, yəni bu 50 qramın, ümumi qarışımın neçə faizidir o nəzərdə tutulur. Yəni maddə bölünsün məhlul, vurulsun 100. Məhlulun faizliliyi bu qaydada tapılır. İndi maddə nə qədərdir orada? 10 qram. Ümumi məhlulun çəkisi nə qədərdir? 50 qram. Vurulsun 100. İxtisar gedir bundan bu 2'ni ona vuranda nə eləyir? 20 faizli. Yəni hazırladığımız o məhlul 20 faizli məhluldur. Təkrar edirəm, 20 faizli məhlul o deməkdir ki, o maddə məhlulun tərkibindəki maddə ümumi məhlulun çəkisinin 20 faizidir. Yəni məhlulun 20 faizini tapson, maddə çıxacaq ortalığa. Gəl tapaq görək çıxır yoxsa yox. 50'nin 20 faizini tapıram. 50 məhlul deyil. 50'ni vururam 20'yə bölürəm 100'ə. Sıfırlar gedir, 5 üçün nə eləyir? 10. 10 qram götürməmişdim şəkər tozunu. Görürsən, həmin şey çıxdı. Yəni faizlilik budur. Başa düşdük. İndi bundan çoxlu məsələlər yaradırlar. Nə tər məsələlər yaradırlar? Müxtəlif faizli məhlulları götürüb bir-biri ilə qarışdırırlar. Hər hansı məhlulun üzərinə su əlavə edirlər. Məhluldan su buxarlandırırlar. Məhlula saf maddə qatırlar. Başa düşdük. Bu formada məsələlər çıxır ortalığa. Onların hamısında burada P ilə falanla verib çox sadə alt-alta vurma qaydası var. Ondan hamısını həll edə bilərsiniz. Məsələn, hamısından nümunə yazacağım. Bax, birinci. Məsələn, sənə deyir ki, 2 dənə məhlul var. Biri 50 qram 10 faizlidir. Neçə faizli? 50 qram 10 faizli. Bir də 30 qram 20 faizli. Deyir ki, bu iki məhlulu bir-biri ilə qarışdıracaqsan bir qabda. Deyir ki, neçə faizli məhlul? Qramı məlumdur. 50 ilə onu qarışdırıramsa, 50 ilə 30'u 80 qram məhlul alacağım. O məlumdur. Uçub getməyəcək ki, üst-üstə tökəndə. Düzdür. Amma faizliliyi nə qədər olacaq onu bilmirəm. Necə tapacaqsan onu? Bax, yazacaqsan 50, altında yazacaqsan faizin. Plus 30, altında faizin. Neçə faizlidir? 20 qram. Düzdür. 20 faizli. 20 qram nədir? 20 faizli. Burada ayrı-ayrı qabdadırlar gördüyünüz kimi. Burada artıq bir qabdadır və 80 x faizli. Alt-alta vurub tənliyi həll edəcəksən. 500. Üstə gələk. Bu nə olur uşaqlar? 600 bərabərdir 80x. Bu nə eləyir? 1100 bərabərdir 80x. Sıfırı silsəm, x bərabərdir 110 bölünsün 8. Buradan x nəyə bərabərdir? Bir dəfə 8. Demək 30'da neçə dəfə? 3 dəfə 24, 60'da 7, 5. 13 tam %75 faizli məhlul alınır. Fikir verin. Aşağı faizli məhlul neçə faizli idi? 10 faizli. Düzdür. Yuxarı faizli qarışan məhlul neçə faizli idi? 20 faizli. Neçə faizli məhlul alındı? 13 faizli. O arada bir şey alındı. Həmişə o arada bir şey almalısan onsuz da. Yəni iki məhlulu bir-biri ilə qarışdırırsansa, ən az neçə faizlidirsə ondan çox, ən çox neçə faizlidirsə ondan az. Yəni o aralıqda bir şey almasan nəyə görə? Sadə bir şey deyim. Şirin çaydı 2 dənə. Biri az şirindir, biri çox şirin. Onları bir-birinə qatanda az şirindən çox şirindən də az şirin, orta şirin bir şey alırsan. Başa düşdük? Çünki faizlilik o arada bir şey çıxır. Aydındır? Bu iki məhlulun bir-biri ilə qarışdırılmasıdır. Başqa ola bilər ki,
Duzlu su. Məsələn, hamımız görmüşük də duzlu su. Məsələn, götürürəm yenə 50 qram 20% duzlu su. Deyir ki, 50 qram 20% duzlu suyun üzərinə nə qədər su əlavə eləməlisən ki, faizlilik düşsün 5%. Neçə faizə? 20% çoxdur, duzlu. Duzlu su düzəltdin, dili vurdun, gördün ki, yox, bu şordur, yandırır. Faizi azaltmaq üçün neyirsən? Götür biraz duz tökmürsən ki üstünə, su tökürsən. Su tökəndə su təmizdir axı, paylanma çoxalır, maddənin paylanması seyrəldiyinə görə duzluluq aşağı düşür. Aydındır? Bunun üzərinə gəlirəm su. Su, bayaq dedim, 0%lidir. Harada su görsünüz, bilin ki, 0%li maddə sayılır. Çünki suyun tərkibində əlavə qatqı yoxdur. Yenə deyirəm, biz içdiyimiz suya aid deyil. Burada ayrı-ayrı qabdadır. Burada isə bir qabda olacaq. Bilmədiyimə görə yenə də 50 üstə gələk su yazıram, amma 5%li dediyinə görə yazıram ki, bu 5%li olmalıdır artıq. Nə qədər su qatacağım. İndi o nə qədər axtarıram, vururam. Bu olur 1000, bu olur 0, bu olur 250, üstə gələk 5 su. Düzdür? 250-ni keçirdik bu tərəfə, 1000-dən çıxanda qalır 750, bərabərdir 5 su. Su bərabərdir uşaqlar nəyə? 150 qram. Deməli, nə qədər su qatmalıyam? 150 qram su qatmalıyam ki, onun məhlulun öz çəkisindən 3 dəfə çox. Su qatmalıyam ki, 10%liyi nəyə düşsün? Düşsün 5%. Başa düşdük. Və yaxud da, məsələn, Vaqif, Samir müəllim deyir ki, oğul, duzlu su düzəlt gətir. Bu, məsələn, nə bilim, bu qoyundur, atdır, ayağına duzlu su qoyanda, şənd eləyəndə xeyr eləyir. Gətir, bu, axsayır nəsə, bunun ayağına bu duzlu su qoyar. Gedirsən, götürürsən bir dənə qab qəşək, duzlu su düzəldirsən, duzu az olur. Məsələn, gətirirsən 200 qram, gedib düzəltmirsən, məsələn, 10%li duzlu su. Aydındır. Gətirirsən, baxır ki, yox. Bunun duzu azdır, duzu azdır. Bunun duzluluğu çox olmalıdır ki, bunun xeyri olsun. Evdə də duz yoxdur. Allah eləməmişkən, bütün marketlərdə də duz qutarıb. Yoxdur, dünyada duz qalmır. Altda can hayında ölür. Nə qayraq, indi bu duzlu suyun faizini qalxızmaq lazımdır ki, duz olmaya. Duzlu suyun faizini qalxızmaq lazımdır ki, bundan normal istifadə olunsun. Bunu da sən 50%li məhlul. Həkim deyib ki, 50%li duzlu su olmalıdır. 10%li ara, 50%lara bu effekt olmayacaq. Nə ayıra bilərik? Suyu ayırmalıyıq. Suyu necə ayıra bilərik oradan? Su qarışıb da nətər ayırasın? Süzəcəksən, buxarlandırmaqla. Buxarlananda təmiz su uçur, duz qalır da yerində. Su buxarlananda, məsələn, qoyursan qazın üstə buxarlandırırsan. Buxarlananda bundan su çıxır. Ona görə də çıxaq su yazırsan burada. Ta, üstə gələk su yox. Çünki su azalır onun tərkibindən. Azalan suda yenə 0%li məhluldur. Başa düşün? Ancaq uçub gedən sudur. Olur 0%li. Bu da ayrı qabdır. Sonra bir qabda 200 çıxılsın su 50%li məhlul alınacaq deyirsən. Başa düşdük? Vurursan. Bu olur 2000. Bu olur 0. Bu olur nə qədər? 10.000. Çıxılsın 50 su. 50 suyu keçirdirəm bu tərəfə. Olur müsbət 50 su. 10.000-dən də 2.000 çıxanda qalır 8.000. Sıfırın birini silirəm. Su bərabər olur 160-a. Deməli, sən oradan düz 160 qram su buxarlandırmalısan ki, o nə olsun? 50%li məhlul alınsın. Başa düşdük? Belə, bu da belə. Sonra nətər ola bilər? Buxarlandırdıq, su qatdıq, ayrı-ayrı götürdük, sonra nə qaldı? Başqa da müxtəlif tip məsələlər. Hamısı yəni bu qaydada, başı işlədib həll edəcəksən. Hamısı bu alt-alta vurma işə yarayır. Məsələn, kimyada bunu fərqli üsullardan istifadə edirlər. Maddəni ayırırlar, maddəni. Eləyə bilərəm, elə də eləyə bilərsən. Amma o biraz qarışıq üsul. Yəni bu şablon qaydadır da, belə deyim. Hər şey yerinə yazanda avtomatik çıxır. Kimyada bilirsiniz nətər eləyirlər. Maddəni ayrı qoyurlar kənara, suyu maddəni tapırlar. Ondan sonra əlavə olunacaq suyu da yazırlar. Məhlulun faizliliyi söhbətini bayaqlar yazmışdım. Bura bu söhbəti tətbiq eləyirlər, tənlik yaradıb həll eləyirlər. Aydındır. Elə də eləyə bilərsiniz. Amma o bu üsulu başa düşmürsənsə onu heç başa düşməyəcəksən. Ona görə bunu başa düşməli. Bunu başa düşəndən sonra onu avtomatik özün çıxardacaqsan. Bu qaydada yəni burada qeyri-adi bir şey yoxdur. Məncə yadımdan çıxan da bir şey qalmadı. Belə. Kəmiyyət dəyişməsinin faizli ifadəsində demişdik də keçən dəfə. Falan qədər artanda, azalanda
aradakı fərqi əvvəlki ədədə bölüb 100-ə vurursan falan. Düzdür. Belə, xeyirli olsun.